Səhər oyananda gördük ki, yağış yağıb. Dedik bu yağışda nə etmək olar? Təbii ki, bərabər daha da gözəl zaman keçirmək olar. Ona görə də bizə daha öncədən gəlmiş bu hədiyyəni istifadə etməyə qərarına gəldik. Azərbaycanda bir ilkə imza atıblar deyə bilərəm. Çünki elə bir ideyanı təşkil ediblər ki, həm hədiyyəlik üçün, həm də ki, bərabər çox gözəl bir zaman keçirmək üçün çox maraqlı bir əyləncə metodudur deyə bilərəm. Hansı ki, sizin istənilən rəsminizi rahat şəkildə özünüz rəngləyə bilməyiniz üçün rəqəmlərlə işarələyiblər. Eyni zamanda yanında həm rəngləmək üçün boyalar, fırçalar və rəngləməni daha rahat həyata keçirə bilmək üçün bir ədəd açıq cada var idi və bizə özəl formada öz rəsmimizi yollamışdılar və rəsmlərimiz rəqəmlərlə işarələnmişdi, hansı ki, hər tonda belə boyalar qoymuşdular ki, daha gözəl formada rəngləməni həyata keçirək. Hətta boyaların üzərinə belə rəqəmlər əlavə olunmuşdu ki, daha rahat formada rəngləyə bilək. Xırda detalları olduğu üçün demək olar çox gec bitdi, amma məncə dəydi, sonda nəticəni görəcəksiniz. Düşünürəm ki, bu metodda artıq portret çəkə bilməyən heç kəs qalmayacaq. Videonun açıqlama bölümündə səhifələrini etiketləyəcəm. Məncə siz də öz portretinizi sifariş verin, çünki çox əyləncəlidir. Şəxsən biz bu yağışlı havada çox gözəl bir zaman keçirdik. Bu isə ortaya çıxan nəticə. İlk dəfə bu cür rəqəmlərlə boyama etməyimizə baxmayaraq, nəticə çox gözəl oldu, hər ikimiz də bəyəndik. Bizim də artıq bir rəngli portretimiz var. Növbəti vloqda görüşənədək.